Hüseynzadə yaradıcıda bağlı səhv fikir göstərir. Ədəbi yurd qayğısı, kələbək şeirlərində millət, vətən və azadlıq motivləri qabarıq ifadə olunmuşdur. Doğru fikirdir. Kitabda öz əksini tapan bir cümlədir. Hal vətən şeirində doğma vətənin istiqlalına yüksək vətəndaşlıq münasibəti poetik şəkildə mənalandırılır. O da doğru fikirdir. Ədəbin poetikası daha çox elmi və siyasi xarakteri daşıyır. Doğru fikirdir. Ucundadır dilimin həqiqətin böyüyü, nə qoydular deyəyim, nə kəslər dilimi. Bilmirsiniz cahillər nə etdilər vətənə. Misraları hal vətən şeirindəndir. Doğrudur. Ədəbin türklər kimdir və kimlərdən ibarətdir məqaləsi Füyuzat jurnalının baş məqaləsi kimi geniş şöhrət qazanmışdır. Əziz şagirdlər, siz bilirsiniz ki, Füyuzat jurnalı 1906-cı ildə Bakıda nəşr edilməyə başlayıb. Lakin türklər kimdir və kimlərdən ibarətdir? İlk dəfə 1905-ci ildə Həyat qəzetində çapdan çıxıb. Demək, türklər kimdir və kimlərdən ibarətdir məqaləsi çap olunanda hələ Füyuzat qəzeti çap edilmir ki, onun da baş məqaləsi olmayan. Həm də məlumdur ki, Füyuzat jurnalının baş məqaləsi Həyat və Meyli Füyuzat idi. Doğru cavab E variantı.